Bu mövzulara əks mövqedən də yanaşmaq olar. Məsəl üçün, bəlkə süni zəka müəllimi yox, elə tələbənin özünü gələcəkdə əvəz edə bilər. Xüsusən də nəzərə alsaq ki, süni zəka öyrənmə prosesini sanki işğal edir və tələbə sonda sadəcə nəticə hasil edən bir subyektə çevrilir. Tələbələr süni zəkadan istifadə edə bilərmi? 2022-ci ilin sonunda ChatGPT istifadəyə veriləndən bəri bu sual ətrafındakı diskurs səngimir və daim genişlənir. Bir çox ölkələrdə hətta dövlət səviyyəsində təhsildə süni zəkanın istifadəsinə dair tövsiyə xarakterli sənədlər belə tərtib olunub, misal üçün İngiltərədə. Hazırki dövrdə istənilən ciddi məktəb və ya universitetdə süni zəkanın istifadəsinə aid daxili qayda-qanunlar qəbul olunub, müəyyən cəza tədbirləri də nəzərdə tutulur. İndiki dövrdə ən tənbəl insan belə mən daxil süni zəkadan danışır. Bu mövzu haqqında bir çox sözlər deyilib, fikirlər söylənilib. Lakin digər tərəfdən təkrarçılıq da qaçılmaz hala çevrilir. Misal üçün, biz tez-tez eşidirik ki, kimsə deyir, süni zəka görsəndiyi kimi qorxulu deyil. Sadəcə ondan düzgün şəkildə istifadə etmək lazımdır. Yaxud süni zəka əsl müəllimi əvəz edə bilməz. Çünki onun nə həyat təcrübəsi var, nə də emosiyaları. Və nəticə etibarilə müəllimin sinifdə əslində rolu qat-qat artmış olur. Bu süni zəka haqqında və təhsil sahəsindəki süni zəka haqqında diskursun, mən deyərdim, yuxarı layıdır və inersiya halını almış, hətta bayağılaşmış bir layıdır. Çünki ən azından bu mövzulara əks mövqedən də yanaşmaq olar. Misal üçün, bəlkə süni zəka müəllimi yox, elə tələbənin özünü gələcəkdə əvəz edə bilər. Xüsusən də nəzərə alsaq ki, süni zəka öyrənmə prosesini sanki işğal edir və tələbə sonda sadəcə nəticə hasil edən bir subyektə çevrilir. Yaxud müəllimin yox, tələbənin rolu nədən ibarət olur? Əgər süni zəka təhsil prosesinin ayrılmaz bir hissəsinə çevrilirsə, azalırmı, yoxsa artır? Bu aspektlər, problemlər barədə danışan görünür, hal-hazırda çox az adam var. Ümumiyyətlə, mütərəqqi təhsil sisteminin əsas məqsədlərindən biri müstəqil şəkildə düşünən insan fərd yetişdirməkdir. Yəni, çox şey bilən yox, məhz ilk növbədə düşünməyi bacaran bir insan. Biz müəllimlər həqiqətən bunu istəyiriksə, yəqin ki, bu barədə ilk növbədə elə tələbələrin özləri danışmalıdır. Başqa sözlə, mənim yerimdə yəqin ki, hal-hazırda bir tələbə oturmalıdır. Ən azından yanımda, qarşımda, sizə necə rahatdırsa. Çünki tələbələrin səsi az eşidilir. Süni zəka və təhsil haqqında söhbət gedərkən biz adətən müəllim rəyi, ekspert rəyi eşidirik və yaxud müəyyən inzibati qaydalar toplusu insanın ağlına gəlir. Halbuki, bəlkə də müəllimlərdən çox əslində tələbələr süni zəkadan istifadə edirlər. Onlar daha fəal şəkildə süni zəka ilə dialoqdadırlar və məhz onları düşündürmək biz müəllimlərin ilkin bir missiyası olmalıdır bu kontekstdə. Misal üçün, niyə də Azərbaycan universitetlərində oxuyan tələbələr silsilə görüşlər, müzakirələr əsasında yazılmış, hazırlanmış bir süni zəka haqqında manifest ortaya qoymasınlar? Bundan onların tam haqqı çatır. Onların da rəyini eşitmək təbii ki, ümumi bu süni zəka diskursu üçün çox maraqlı və faydalı ola bilərdi. Və müəllimlərin missiyası da tələbələri süni zəka haqqında və özləri haqqında sistemli şəkildə, davamlı olaraq sual verməyə sövq etməkdir. Məsələn, mən süni zəkadan daha yaradıcı bir şey ortaya qoya bilərəmmi? Mən buna qadirəmmi? Onlarla kitab oxuyub müəyyən bir nəticəyə gəlməklə sadəcə bir klik hesabına qısa və hazır cavab almaq arasında fərq nədən ibarətdir?
Bu kimi suallar tələbələri düşündürməlidir və onlar daim axtarışda olmalıdırlar. Xatirimə gəlir ki, keçən tədris ilinin sonu idi və tələbələr öz yazılı işlərini təhvil verməli idilər. Aşkar olundu ki, onların əksəriyyəti süni zəka vasitəsilə öz işlərini yazmışdılar və mən sinifdə tələbələrin qarşısında süni zəkaya tapşırıq verdim ki, oxşar bir mövzuda bir yazılı iş hazırlasın. Biz diqqətlə həmin yazılı işi oxuduq, təhlil etdik və tənqid etdik. Nəticədə aydın oldu ki, həmin yazı zahirən səliqəli, gözəl görsənsə də əslində ciddi qüsurları var idi. Bu tələbələri yaxşı mənada təəccübləndirdi və hətta onlarda müəyyən yaradıcılıq potensialını oyatdı. Çünki onlarda özlərinə əminlik hissi oyandı. Nə üçün? Çünki biz hər şeyi sual altına qoyduq. Hər cümləni, orada verilən arqumentləri sorğu-suala çəkdik. Və diqqətlə düşünəndə anladıq ki, bu yazı kifayət qədər şablon, mexaniki şəkildə tərtib olunmuş bir mətndir. Yəni oradakı cümlələr səliqəli, gözəl yazıla bilər, səhv olmaya bilər, məntiqi ardıcıllıq, mətnin quruluşu çox səlis, axarlı ola bilər. Amma digər ki, bu mətndə ruh yoxdur. Bu mətnin detallarına varanda, xırdalıqlarına gedəndə orada yəni zamanla püxtələşmiş, müəyyən axtarışlar nəticəsində ortaya qoyulmuş fikirlər, mülahizələr yox idi. Bu təbii ki, hazırki bəlkə süni zəka proqramlarının səviyyəsinə uyğun bir tənqiddir. Çünki gələcəkdə süni zəka inkişaf etdikcə, təkmilləşdikcə təbii ki, onun yaradıcı potensialı da artacaq və bəlkə süni zəka insandan da daha yaradıcı bir zəkaya çevrilə biləcək. Və gələcək tələbələri də bu baxımdan həvəsləndirmək, süni zəka ilə rəqabətdə özlərini görmək, süni zəka ilə rəqabətə girişmək daha çətin bir məsələyə çevriləcək, xüsusən də müəllimlər üçün. Təkamül baxımından biz bu mövzuya yanaşa bilərik və yanaşmalıyıq da. Çünki tarixi fəlsəfi baxımdan biz hal-hazırda çox maraqlı bir hadisənin şahidləriyik. Yəni əslində nə baş verir? Əslində bəşəriyyət öz intellektual tənhalığına son qoyur. Tarixən insanlar daim özləri üçün həmsöhbət axtarıblar. Tanrılar, ruhlar, adətən fövqəl varlıqlar və s. Yalnız hazırki dövrdə ilk dəfə olaraq bəşəriyyət artıq qeyri-insan olan bir zəka ilə dialoqa girir. Onunla münasibət qurur və hətta burada rəqabət elementləri belə ortaya çıxır. Bu bizim dəyərlər sistemimizi, bizim anlayışlarımızı, bizim təhsil dəyərlərimizi, təhsil prinsiplərimizi də köklü şəkildə dəyişir və dəyişəcəkdir. Bu mövzu ətrafında biz təbii ki, bir çox başqa suallar da verə bilərik. Misal üçün, süni zəkanın alqoritmi əsasında ortaya qoyulmuş fikirlərə söykənib qərar vermək, həyat yaşamaq tamamilə süni zəkadan fərqli şəkildə və yaxud tamamilə süni zəkadan uzaq şəkildə həyat yaşamaq arasında fərq nədən ibarətdir? Yaxud süni zəkanın fikirlərindən mən istifadə edirəmsə və insan proqram münasibətləri çərçivəsində mən daim süni zəkaya etibar əsasında münasibətlər yaradıramsa, onun dediklərinə inanıramsa və həmin fikirləri qəbul edirəmsə, bu mənim insan kimi azadlığımı azaldırmı? Yaxud süni zəkadan istifadə əksinə mənim bir insan olaraq özümü dərk etməyimə, kimliyimi dərk etməyimə, öz çətinliklərimi aradan qaldırmağıma kömək edən gözəl bir vasitədirmi, yoxsa yox? Bu kimi suallara bəziləri belə cavab verə bilər ki, əslində cavab, həqiqət ortadadır. Çünki əsl həqiqi bilik asan yolla əldə olunmuş bilik deyil. Həqiqi bilik çətinliklər, axtarışlar, şübhə dolusu günlərdən, aylardan sonra
əldə olunmuş bir nailiyyətdir. Və məhz ona görə də biz tələbələrimizi kitabxanalara, oxu zallarına ciddi mütaliəyə qaytarmalıyıq. Yəni həqiqi bilik məhz həmin tipli bir mühitdə yetişə bilər. Tarixdə geriyə qayıdış cəhdləri olub, yalnız bunlar çox çətin və şübhəli bir cəhdlərdir. Tarixi geri çevirmək asan məsələ deyil. Lakin fərz edək ki, bu baş verdi. Tutalım biz keçmişə qayıtdıq. Nəinki süni zəkanı, hətta kütləvi kompüterlərin mövcud olmadığı bir dövrə. Amma misal üçün Sovet dövrünə. Amma Sovet dövründə də bildiyimiz kimi intellektual durğunluq, ehkamçılıq, əzbərçilik kifayət qədər idi. Yəni əgər əvvəllər insanlar hazır yazılmış mətnləri, kimsə tərəfindən yazılmış dərsliyi, kitabı oxuyub, əzbərləyib həmin fikirləri necə təkrarlayırdılarsa, indiki dövrdə təkrarçılığın mənbəyi daha çox xüsusən də gənclər arasında süni zəkadır. Və biz müəllimlər də bunu hiss edirik, görürük. Məsəl üçün seminarlarda hər hansı bir uşaq çıxış edəndə onun yəni sinə dəftər dediyi cümlələr eyni ilə hansısa bir süni proqram tərəfindən yazılmış cümlələri xatırlayır. Yəni quruluşu, üslubu. Yəni burada əslində süni zəkanın olub-olmamağında deyil. Məsələ insan fərdinin özündədir, onun seçimlərindədir. Əgər hər hansı bir insan daim nəyisə sorğu-sual altına qoyursa, nədənsə daim sağlam şəkildə şübhələnirsə, düşünürsə, burada artıq yəni kitabxana ilə və yaxud kitabxanasız, bolşeviklərlə bolşeviklərsiz, kompüterlərlə kompüterlərsiz mühiti, şəraiti artıq ikinci dərəcəli bir məsələyə çevrilir.